Salam değerli müşteriler. Dükkanımıza yeni dəstlərimiz geldi. Bu dəstlərimiz 3 iplidir. Türk parsasından özümüz tikdirmişik bu malları. Bu mallar 2 seriyeden ibarətdir. 5-8 yaşlar və 9-12 yaşlar. Parça Türkiyənindir. Material yundur, yəni 3 iplidir. Nə tikilişlərində problem var, nə parçalarında problem var. Özümüzündür, seximizindir. Aybəniz ucuzluğundur. Yəni bunlar da bizim öz etiketlərimizdir. Paltarları alanda görəcəksiniz bunları. Cürbəcür şəkilləri var. Rəngləri çoxdur. Ünvanımızı tez-tez soruşursunuz. Bizim ünvanımız Sədərək Ticarət Mərkəzində 5-ci sırada yerləşir. 5-ci sıra mağazin 132. Aybəniz ucuzluq. Həm TikTok'dan, həm YouTube'dan izləyə bilərsiniz. Eləcə də qrupumuza qoşulmayanlar qrupumuza qoşulsunlar. Hər gün qrupumuzda yeni mallar tikildikcə, dükkana yeni mallar gəldikcə onlar qrupda paylaşılır, qiymətləri də yazılır. Həm topdan qiyməti var, həm də pərakəndə qiyməti var. Dükkanımız Sədərəkdə 5-ci sırada küncdə yerləşir. Gəldiniz, Aybəniz ucuzluq. Baxın, belə bir künc yerdir. Dükkanımızda 1 yaşından 15-16 yaşına kimi qızlara, oğlanlara dəstlərimiz var, təklərimiz var, kurtkalarımız var. Evçi geyimləri, gündəlik geyimlər, çölə, bayra, hər cürə geyimlər var. Olub ki, bizdə müştərilər yazıblar ki, siz malı paylaşırsınız deyir, biz gəlirik ora, görür ki, həmin mal yoxdur. Qardaş, həmin mal olmayacaq da. Biz malı paylaşırıq, siz üstündən 1 həftə 10 gün keçir, sonra gəlirsiniz o mala. Baxın, bu mal dünən gəlib. Mən bu malı paylaşıram sizlə, bugün. Bugün ayın neçəsidir? 20'si. Ayın 20'si mən bu balları paylaşdım sizə. Görürsünüz, nə qədər istəsəz, sayısız, hesabsız var. Amma 10 gündən sonra, 1 həftədən sonra bunlar qalmayandan sonra siz deməyin ki, mal yoxdur. İnşallah yolunuzu gözləyirik. Buyurun, gəlin. Allah sizə də, bizə də, alana da, satana da xeyir versin.